Niyə eyni tipli insanlara aşiq olursan? Niyə sakit münasibət sənə darıxdırıcı gəlir? Amma dramatik və ağrılı olanı çəkirsən? Niyə seviləndə də tərk edilmə qorxusu ilə yaşayırsan? Bu təsadüfi deyil. Uşaqlıq travması ilə yetkinlik münasibətləri arasında güclü əlaqə var. Beyin tanış olan ağrını axtarır. Əgər uşaqlıqda tərk edilmiş, tənqid edilmiş və ya şərtsiz sevilməmsənsə, böyüyəndə də oxşar insanları cəlb edirsən. Çünki bu beyin üçün öz evi kimi tanışdır. Sən təkrar-təkrar eyni yaraları yaşayırsan. Laqeydlik, manipulyasiya, emosional soyuqluq. Amma bu sənin taleyin deyil. Bu travmanın səni idarə etməsidir. Əzizim, bil ki, sən bu döngünü qıra bilərsən. İçindəki yaralı uşağı sağaltdıqca münasibətlərində də fərqli insanları cəlb etməyə başlayacaqsan. Sağlam, sakit və həqiqi sevgi verənləri. Çünki şəfa mümkündür.